Salam əziz tələbələr. Zamanlar, deməli, sadə və davam edici zamanların 108 sualını etmişdik. 109-dan suallara davam edirik. Venndən sonra, deməli, Venndən sonraki boşluqda villəri çıxdığımız zaman 1, 2, 3 qalır. Deməli, increases, rise, deməli, increased rose və increase-lə will rise. Üçü də uzlaşır. Increases indiki zaman gələcəklə, keçmiş keçmişlə, indiki ilə uzlaşır. Yəni 1, 2, 3 cavabımız düzdür. Venndən sonraki boşluqda villəri çıxırıq və olur, deməli, 1, 3 və 4 cavabımız var, C variantı. 111-də while var yenə. While-dən sonra demişik ki, was ver ing olan cavabımız götürük. A və C. Was-la injuries uzlaşmır, qalır C variantı. Injured və was uzlaşır. 112-də while-dan sonra was ver ing olur. Was shaving, aha. Was keçmişdi, cuts indidir, cut olmalıdır. Keçmiş zaman cut forması cutdır. 113-də if-dən sonraki boşluqda villəri və ontları çıxırıq. Qalır 1 və 2, yəni D variantı. 114-də if-dən sonraki boşluqda dedik villər və ontlar çıxmalıdır. Yenə 1 və 2. Digər şeylərə baxmağa gerək yoxdur. As soon as-dən sonra biz villəri, həzləri çıxırıq. Sent passive uzlaşır. Gain təkdə olduğu üçün have-lə yox, has-lə olmalıdır. 4-də səhvdir, 1-lə 3 will gələcəkdir, passive indiki və keçmişdən keçmiş. Yəni cavabımız 1 və 5. Yəni 115-ci sualımız A variantı olur. 116-da Browns Warmly When-dən sonraki boşluğa baxırıq. Has varsa, will varsa çıxırıq və qalır 1, 2 və 4. Amma burada deməli, greeted keçmişdir, reach keçmişdir, uzlaşır. Will greet gələcək zamandır, reach isə indiki zaman uzlaşır. Və Browns, the Browns have indiki bitmiş zamanda reach keçmiş sadədə uzlaşmır, elə qalır 1 və 2 D variantımız. While-dan sonra was ver ing olmalıdır, amma burada ing yoxdur, elə was ver götürə bilərik. Were-lərimiz var və deməli, have-lə uzlaşmır were, qalır bir dənə C variantımız. Did-lə were. While-dan sonra were-lər götürürük. A və B variantı və were-də have-lə uzlaşmadığı üçün did, meet, bir də were. 119-da while-dan sonra was ver ing olar, B variantı olar. 120-də while-dan sonra was ver ing olmalıdır. A və B variantı. Have-lə were uzlaşmadığı üçün qalar B variantı. Did take və were traveling. 121-də while-dan sonra was verləri götürürük. 3 cavabımız var və was gələcək zaman və yaxud da have-lə uzlaşmadığı üçün C variantı, yəni arrived-la was uzlaşır. Burada göstəricimiz yoxdursa, və sonra will-lər, have-lər, has-lər gəlmədiyi üçün sadəcə cavablarda uzlaşdırırıq. Has indiki bitmiş, were keçmiş sadə. Is indiki davam edici, were keçmiş sadə. Had keçmiş bitmiş, are indiki zaman. Was keçmiş, are indi, qalır D variantı. Made də keçmişdir, were də keçmişdir. İkisi də keçmiş zaman olduğu üçün uzlaşır. 123-də while-dan sonra was ver gəlməlidir. Deməli, was ver olan cavabları saxlayırıq, digərlərini çıxırıq və looks indikidir, has indikidir, was-la uzlaşmır. Ona görə was-la was uzlaşan cavab, yəni A variantı düzgün cavabdır. Sonra while-dan sonra yenə was-lar götürdük, digərləri çıxırıq və was-la da was uzlaşdığı üçün B variantı. While-dan yenə were var, were olan yerləri saxlayırıq və have uzlaşmır. Burada while-dan sonra was-lar çıxmışıq, will-lər çıxmışıq, qalır B və D variantı. Burada had state-də uzlaşır, did state-də uzlaşır. Sadəcə tərcümə ilə baxırıq. Sən Türkiyədə olanda hansı oteldə qalmışdın? Yəni, eyni zamanda baş verir. Türkiyədə olmuşsan və oteldə qalmışsan. Amma had state isə daha əvvəl qalmışdın olmaz. Sən oteldə, Türkiyədə olanda harda qalırdın? Yəni, eyni zamanda olmalıdır. Had isə bitmiş zamandır. Keçmiş sadə zamandan daha qədimdə baş vermiş hadisələr üçün istifadə edirik. Were keçmiş olduğu üçün burada keçmişi götürürük və burada keçmiş bir dənə did var. C variantı.
As soon as-dən sonraki boşluqda haslər və willləri çıxırıq, qalır 1 və 2, yəni Y variantı. Sonra 128-də as soon as-dən sonra willləri və hasləri çıxanda cavabımız avtomatik çıxır. Got rəngindən uzlaşır, gets də ringsdən uzlaşır. 129-da if-dən sonra want-lar, willlər və haslər çıxır, qalır A və C və D variantı. Slept keçmişdi, is indi-də uzlaşmır, qalır sleep və isn't C variantı. 130-da when-dən sonraki tərəfdə willləri çıxırıq, willlər və hadlər çıxırıq, qalır A, C və D variantı. Has indiki bitmiş, was keçmiş sadə zaman uzlaşmır, qalır wears və is ikisi də indiki sadə zamandır. When-dən sonra willləri və hasləri çıxırıq. Deməli, A, B, D və Y variantı qalır. Called-la əmizlər uzlaşmır. Calls-la have uzlaşa bilər. Call-la was uzlaşa bilər. Sadəcə diqqət etməliyik. Karl mənə zəng edəndə mən televizorda sevimli şovuma baxırdım. Yəni, baxırdım. Mənə zəng edəndə mən o televizora baxırdım və o keçmiş davam edici zamanda olmalıdır. Qalır Y variantı. When-dən sonra çıxacağımız şey will shall eyni şeydir, çıxmalıyıq. Entered var bütün şəxslərdə, bütün cavablarda və entered keçmiş olduğu üçün yalnız was-la uzlaşır. İkisi də keçmiş zamandır, olur, yəni Y variantı. 133-də when-dən sonra biz çıxacağımız heç bir şey yoxdur. Deməli, uzlaşmaya baxırıq. Was-la rings uzlaşmır, look keçmişdir, rings indiki də uzlaşmır. Font tək olduğu üçün rings olmalıdır, zəng gəlmək, zəng çalmaq. Sonra rənglər qalır, rəng də həzlə uzlaşmaz, was-la uzlaşır. Was looking və rəng, yəni C variantı. Burada baxırıq uzlaşmaya görə çıxacağımız knows indidi will keçmişdir, new keçmişdir, will gələcəkdir. Knows keçmişdir, indidi will gələcəkdir. Deməli, knows indidi has indiki bitmişdir, new keçmişdir, happens indidi uzlaşmır, qalır C və D. Və in the future sözünə görə biz ikinci tərəfə will verməliyik, gələcəkdir. Yəni heç kim bilmir ki, nə baş verəcək C variantı. Burada da soon var. Soon-a görə biz gələcək zamanları götürməliyik. Would-lar çıxırıq, yəni daha doğrusu would-u çıxmırıq. Will-lə would ola bilər. Deməli, believes indidi would keçmişdir, believe it keçmişdir, will gələcəkdir. Uzlaşmaya görə believe it inanırdı ki, hər kəs inanırdı ki, bizim ordumuz düşməni məğlub edəcək. Yəni, keçmişə nəzərən gələcək zaman olur, would da ola bilər. Deməli, has indiki bitmiş, static keçmiş zamandır. Makes və afterdan da sonra will gəlməz. Ona görə çıxırıq. Will-lə keçmiş zaman uzlaşmır, has-lə made keçmiş zaman uzlaşmır. Qalır B variantı. Will make gələcək zamandır, static isə indiki sadə zamandır. Burada da yenə will gələcəkdir, interview keçmişdir, uzlaşmaya görə baxırıq. Has-lə it uzlaşmır və made keçmişdir, has indi də uzlaşmır, qalır bu. Sadəcə afterdan sonra will yox, afterdan əvvəl qoymalıyıq. Yenə o bağlayıcıdan sonra will gəlmədiyi üçün will make və interviews olur. Deməli. 138-də at the moment var. At the moment isə indiki davam edici zaman, yəni is əmizlər ing olan götürürük, qalır B variantı. People Mother's Day with joy in many countries. Burada baxa biləcəyimiz var. People cəm olduğu üçün biz s-ləri çıxmalıyıq. Sonra insanlar demək bir çox ölkədə analar gününü sevinclə qeyd edirlər. Will be celebrated qeyd ediləcək. Are celebrated insanlar qeyd edilir olmaz. İnsanlar qeyd edir olar. Analar gününü qeyd edir. Are celebrated isə passivdədir, məhsul növdədir. Yəni kimsə tərəfindən edilir olsaydı. Amma burada insanlar qeyd edir dediyi üçün biz bunu celebrate götürürük. We went nowhere. Went keçmiş zaman olduğu üçün izlər və dazlar çıxır. It tək olduğu üçün were olmur, qalır və B və E variantı arasında. Deyir ki, yağış yağırdı və biz heç yerə getmədik. Yağış yağmırdı, yox, yağış yağdığı üçün heç nəyə getmədik. It was raining and we went nowhere. Biz heç yerə getmədik. Daha məntiqli cavabdır. Sonra if Kate, if-dən sonraki birinci boşluqda will-ləri çıxdığımız zaman qalır bizdə C və Y variantı.
Will have gələcək olduğu üçün came-lə uzlaşmır, qalır C variantı. Comes indidir, will gələcəkdir. Deməli, if you cold, close the window. Close indiki zamandadır. Əgər sənə soyuqdursa, pəncərəni bağla. Söhbət indidən gedir və if you are cold olmalıdır ki, indiki zaman. Word was keçmiş zamandır. You-dan sonra is olmaz və if-dən sonra da will gəlməz, qalar A. When somebody knocked. Knocked keçmiş zaman olduğu üçün keçmiş yalnız keçmişlə uzlaşar. They cəm olduğu üçün was yox, were olacaq. They were talking. Sonra 144-də while var. While-dan sonra was were qoyduq. Deməli, həm də burada are-la were-la have uzlaşmır. Are-la were uzlaşmır, have-la were uzlaşmır. Yalnız were-la were uzlaşır. Keçiddə keçmiş zamandır. Sonra while-dan sonra was were olan cavabı axtarırıq və D variantını tapırıq. Çünki yalnız onlar uzlaşır. Digərləri heç biri uzlaşmır. Verdən sonra will-i çıxa bilirik. Digərlərini isə baxırıq nəyə görə? Never inkar olduğu üçün burada doesn't da çıxırıq. Paul və he ikisi də təkdə olduğu üçün travels, takes olmalıdır. Ona görə çıxırıq. Y variantında isə travel keçmişdir. Take indiki zamanda uzlaşma pozulur. Qalır C variantı. Travels indiki zaman, takes indiki zaman. When deməli sonra will-i çıxırıq. Və my sister, she never, yenə never olduğuna görə doesn't-ı çıxırıq. My sister və she-dən sonra feillər təkiddə is qəbul etməlidir. Take-lə went uzlaşmır, qalır C variantı. Goes və takes. 100, deməli 48-də I the piano while my sister was watching. Was keçmiş davam etdiyi zamanda keçmişlə uzlaşmalıdır, yəni was playing D variantı. As soon as-dan sonra will-i çıxmışıq, digərlərini çıxa bilmirik, amma joint-lə də are uzlaşma da pozulur. Joint were, will join və are, yəni 1-lə 2 bir-birinin uzlaşır. Yəni belə. As soon as-dan sonraki tərəfdə will-ləri çıxmış oluruq və qalır 1-lə 2. Entry keçmiş sadə zamandır. Keçmiş sadə zaman yalnız keçmişlə uzlaşar. Yəni keçmiş sadə, keçmiş davam edici ya da keçmiş bitmişlə uzlaşmalıdır. Entry də həmçinin keçmiş sadə zamanda, bu da was-la uzlaşır. 153-də was keçmiş davam edici zamanda was keçmişlə uzlaşmalıdır və burada while sözündə gördüyümüz zaman while-dan sonra yalnız was were qoyuruq ing ilə cavaba. 154-də at that time yesterday dediyinə görə keçmiş davam edici zaman olardı. Yəni yalnız yesterday olsaydı keçmiş sadə zaman, amma at that time dediyinə görə də was were ing ilə işlədik. Keçmiş davam edici zaman. 155-də last month keçmiş sadə zamandır. Keçmiş sadə zamanda has olmaz, had olmaz, have olmaz. Questions da cəm olduğu üçün was olmaz, qalacaq were asked. In 1982 keçmiş sadə zamandır və was were olmalıdır, yəni A variantı. 157-də goods cəm olduğu üçün is, was çıxmalıdır, was being çıxmalıdır, qalar will be və have been. Goods have been examined at the custom houses və yaxud da goods will be examined at the custom houses. Burada məncə ikisi də düz ola bilər. Çünki tərcümədə belə desək, yəni mallar gömrük, custom houses burada gömrükdə mənasındadır. Yəni gömrükdə yoxlanacaq deyə bilərik. Və yaxud da deyirəm ki, mallar gömrükdə yoxlanıb. İkisi də ola bilər. Yəni məncə burada iki cavabı da düz götürə bilərik. Burada yəni cavabında səhvlik olub deyə məncə ikisi də burada düzdür. 158-də when the sun comes out, comes indiki zaman olduğu üçün keçmişləri çıxmalıyıq. Meltlər, daha doğrusu yalnız melt keçmişləri melt çıxa bilirik. Digərlərini isə ice tək olduğu üçün have-i çıxırıq, has olmalıdır. Melt indiki təkdə olduğu üçün, ice təkdə olduğu üçün melt olmalıdır. Və will-dən də sonra feil birinci formada olmalıdır. Əslində burada birinci formadır. Baxaq tərcüməyə görə baxarıq. Günəş çıxanda buz əriyəcək, əriyib yox, əriyəcək. Günəş çıxanda əriyəcək. Yəni B variantı. 159-da isə when the telephone rang keçmiş zaman olduğu üçün I was watching, was keçmişdən ing ilə işlənir, was watching. 160-da now olduğu üçün indiki davam edici zaman götürüb birinci tərəfdə is snowing bir dənə cavabımız burada var.
B variantı. At 5 o'clock yesterday dediyinə görə keçmiş davam edici zaman olur. Jack was watching. Sonra at that time yesterday dediyinə görə keçmiş davam edici zaman, yəni was doing. When-dən sonra biz will-ləri çıxırıq, digərlərini çıxa bilmirik. Looked-la were uzlaşır. Was-la play uzlaşmır. Are-la looked uzlaşmır. Have-la da isə was uzlaşmır. Elə düzgün cavabımız A variantıdır. When I entered keçmiş sadə zamanda, keçmiş sadə zaman yalnız was ver ing ilə işlənir. Sonra 165-də next month gələcək zaman göstəricisidir və gələcək zaman yalnız will be signed olmalıdır. They all the goods abroad in summer. Deməli, they cəm olduğu üçün burada has-ı çıxırıq. Və in summer yayda deməkdir. Yayda deyirsə, gələcək zamanda yayda ola bilər. Onlar malları xaricə göndərəcəklər. Ya da keçmişdə də ola bilər. Amma have olmaz. Çünki have-in göstəricilər arasında in summer, in Sunday, on Sunday tipli şeylər yox. Ona görə 1 və 3 olur. Sonra 167-də in June yenə həmçinin bilmirik bunun deməli tək olduğu üçün burada take yox, takes olmalıdır və have yox, has olmalıdır. Qalır 1 və 4. 168-də until-dən sonra will-i çıxırıq, digərlərini çıxa bilmirik. Will-lə learn keçmişlə gələcək uzlaşmır, keçmişlə indiki uzlaşmır. Day-dən sonra learns yox, learn olmalıdır. Getdi, qaldı A variant. They will not go to Spain until they learn Spanish. Burada baxırıq, uzlaşmaya görə çoxu olur, amma everyone tək olduğu üçün no yox, no's olmalıdır, have yox, has olmalıdır və heç vaxt no ing feil, ing qəbul etmir. Bəzi feillərimiz var ki, onlar ing ilə işlənmir. Qalır A və B variantı arasında. No's olur, hər kəs British Museum, Britaniya muzeyini tanıyır. Onun zəngin kitabxanası var. Var mənasında heç vaxt have ing qəbul etməz. Have breakfast, have shower olsaydı having olardı, amma var mənasında, zəngin kitabxanası var mənasında have has heç vaxt ing qəbul etməz. 170-də isə if-dən sonra biz will-ləri çıxmalıyıq. Will-lər getdiyi zaman qalır A və Y variantı. Will gələcəkdir, was keçmişdir, uzlaşma pozulur, qalır want gələcəkdir, is indiki zamandır. 171-də 19-cu əsr dediksə, 19-cu əsr keçmiş zamandır və telefon kəşf edilib və edilib. Burada was invented olmalıdır. While-dən sonra was were olan cavabı götürürük. Bir cavabımız var, o da were walking. Asked that he had been, had keçmiş zaman olduğu üçün cavablarda biz keçmiş zamanları götürəcəyik. Telling ing-li formdur, tell indicidir, have indicidir, qalır told və were telling. Mr. Wilson da tək olduğu üçün were olmaz, qalar told. If-dən sonraki tərəfdə biz will-ləri çıxmalıyıq. Digərlərində isə baxırıq, hold keçmişdir, gets indidir, has indi, got keçmiş, uzlaşma pozulub bu ikisində də, amma will gələcəkdir, gets indiki zaman bir-birinə uzlaşır. 175-də when-dən sonraki tərəfdə has və will-ləri çıxırıq, left-lər qalır. Left də keçmiş zaman olduğuna görə has-lərlə yox, was-dan uzlaşmalıdır. While-dən sonra was were gəlməlidir, was were. Was-la da have uzlaşmadığı üçün qalar B variantı. Met və was walking. Deməli, since var. Since-in qaydası belədir ki, since-dən olan cümlədə since-dən əvvəlki tərəf, since-dən qabaqçı tərəf have has indiki bitmiş zaman olur. Since-dən sonraki tərəf isə sadə keçmiş zaman olmalıdır. Normalda uzlaşmaya görə have-lə move heç vaxt uzlaşmır. Amma since olan cümlədə bunlar bir-birinin işləmir. Yəni, since-dən qabaq have has, since-dən sonra isə sadə keçmiş işləmir. Burada da 178-də də yenə have vardı. Since-dən əvvəl have gəlib, sonra isə keçmiş sadə zaman gəlməlidir, yəni joined. While-dən sonra was were ing cavab götürük, olacaq D variantı. While-dən sonra was were ing cavabımız var, bəli, A variantı. If Clara drives early, if-dən sonra drives indiki zamandadırsa, indiki zaman keçmişlərlə uzlaşmaz. Code keçmişdə hamısı uzlaşmaz. Will-lə catch qalır. She-dən sonra catch yox, catches olmalıdır.
Ona görə də qalır A variantı. Will catch. When-dən sonrakı boşluqda will-lə has'ı çıxdıq və returns qalır. Return keçmiş olduğu üçün gələcəklərinin indiki ilə uzlaşmır. Returns indidir, will gələcək zamanında bir-birinə uzlaşır. When-dən sonra when-dən sonra will gəlməz. Çıxırıq bunu və come indiki zamanda was-la uzlaşmır, onda çıxırıq. Digər uzlaşmaya görə baxaq. Digər cavablarda came keçmişdə have indidir. Come indidir, will gələcəkdə uzlaşır. Came keçmişdə have indidir, uzlaşma pozulmuş olur. Qalır D variantı. Come da indiki zamanda, will gələcək zamandır. When-dən sonrakı boşluqda biz çıxmalıyıq nələri? Will-ləri çıxmalıyıq. Got ilə will uzlaşmır. Get ilə isə had uzlaşmır. Get ilə will uzlaşır. Get indiki zamanda, will gələcək zamanda uzlaşır. Deməli, when-dən sonrakı tərəfdə biz ikinci tərəfdə have-ləri, will-ləri çıxanda qalır A, C, Y. Select keçmişdir, return indiki zamanda, have indidir, return keçmişdir, qalır Y variantı. Will bir gələcəkdir, return isə indiki zaman uzlaşır. Burada opens indidir, approach indidir ola bilər. Opens indidir, approach keçmiş olmur. Will open gələcəkdir, approach indidir olar, amma will ilə approach olmur, qalır elə 1 və 3. Yəni A variantı. 187-də if-dən sonraki tərəfdə has-ləri və will-ləri çıxırıq. Reached keçmişdir, boys indidir, uzlaşma pozulur, qalır Y variantı. Reached indidir, boys indidir. İkisi də indiki zaman olduğu üçün uzlaşır. Sonra if-dən sonraki tərəfdə will-lər və have-lər çıxmalıdır, qalır A və Y variantı. Və if you ate keçmişdir, have indiki zamanda uzlaşma pozuldu, qaldı eat və put. Deməli, if you eat a lot, you put on weight. Put həm indiki zamanda işləndiyi üçün, yəni eat-ilə uzlaşır. Heç bir göstəricimiz yoxdur. 2-3 feil var və burada ard-arda baş vermiş hadisələrdə həmişə keçmiş sadə zaman işlədirik. Yəni səyyahlar otelə tərk etdilər, taksiyə mindilər və aeroporta getdilər. İşte ard-arda baş verdiyi üçün left, took və went eyni zamanda olmalıdır. Südə keçmiş sadə zamanda işlənir. If you want, yəni willin inkarlarını çıxırıq və uzlaşmaya baxırıq. Didn't indiki keçmişdir, misunderstand keçmişdir. Don't indidir, understood keçmişdir, qalır A variantı. Don't ki indiki zamandır, will misunderstand gələcək zamandır, uzlaşır. Your parents, if your brother price. If-dən sonraki tərəfdə want-lar, will-lər getməlidir. Elə getdiyi zaman qalır Y variantı. Burada until də eyni feil, eyni demək bağlayıcılardan da özündən sonra will, want gəlmir. Və uzlaşmaya görə isə want gələcəkdir, is indiki zamandır. Digərində isə bunlar indi ilə keçmiş və yaxud gələcəyin keçmiş uzlaşmır. Qalır B variantı. 93-də if-dən sonraki tərəfdə want-lar, will-lər gedər, qalır D və Y. Got keçmişdir, sign indi də uzlaşma pozulur, qalır D variantı. If-dən sonraki boşluqda biz want-lar, will-lər gedir və checked ilə will uzlaşmır, qalır A variantı. Doesn't indidir, want gələcəkdir, uzlaşır. 195-də as soon as-dən sonraki tərəfdə will-ləri, has-ləri, will-ləri çıxanda qalır 1 və 3, yəni Y variantı. Sonra as soon as-dən sonra will və have-ləri çıxırsan, qalır elə 1 və 3. Last week keçmiş zaman olduğu üçün yalnız A və C qalır. Çünki has-lər, is-lər, have-lər indiki bitmiş zamandır. Not much was said. Was, çünki much təklə işlənir və xəbəri həmişə tək olur, were olmaz, was said. 198-də last night keçmiş zamandır. Keçmiş zaman olduğu üçün will-lər, had-lər, has-lər çıxıram, qalır. Everybody tək olduğu üçün was shocked. Sonra gəldik 199-da. Henry was living. Was keçmiş olduğu üçün was və were qalır. Were-lər cəmdədir, amma biz törəməmiz təklə işləndiyi üçün was astonished olur. Deməli, when-dən sonra will-ləri çıxmaq lazımdır. Will-ləri çıxdıq zaman pressed keçmişdir, stops indidir, uzlaşmır. Was keçmişdir, stops indidir, uzlaşmır. Qalır A variantı. Pressed və stop uzlaşır. When-dən sonra will-ləri çıxırıq və was keçmişdir, go indidir. Began keçmişdir, go indidir. Bu uzlaşma pozulmuşdur və qalır A variantı. Began keçmişdir, went keçmişdir.
202-cidə will, as soon as-dan sonra will çıxmalıyıq. Getdi bu. Və uzlaşmaya baxırıq. Came keçmişdi, is indidir. Uzlaşma pozulur. Qalır 1, 2, 5 arasında. Deməli, comes indidir, rise indi. Came keçmiş, rose keçmiş. Comes indi isə will gələcək zaman uzlaşır. Yəni, Y variantı. Whenever he adventures of deməli, he vardı, deməli, uzlaşmaya baxırıq, traveled-dan takes uzlaşmır. Burada when kimi düşünsək, yenə when-dən sonra will gəlmədiyi üçün, burada da whenever-dan sonra will gəlməz. Travels-dan takes uzlaşır, traveled-dan took uzlaşır, yəni C variantı. Burada da yenə goes-dan use uzlaşır, 1, 2 uzlaşır, bununla 3 uzlaşmır. 4 ilə 5 arasında qalanda wherever-dan sonra goes, sonra will use. Qalacaq 1, 2 və 5, yəni C variantı. Aha. At this time yesterday dediyinə görə keçmiş davam edici zaman olacaq. Was playing olar, bir də was olar. Üçüncü keçmiş zaman 1 və 3, yəni D variantı. 26-da rank keçmiş sadə zamandır və was verən düzəlməlidir. Amma you işləndiyi üçün were götürürük, was götürə bilmərik. The rooms cəm olduğu üçün cəmləri götürürük. Hə, burada artıq bu deməli passiv voice olmalıdır, yəni məhsul növ. Çünki otaqlar təmir edilib ya da ediləcək. Yəni bu artıq edilir, kimsə tərəfindən edildiyinə görə are repaired və will be repaired olur. Çünki bu özü etmir deyə, kimsə tərəfindən edilir deyə və 1 ilə 4 qalır. Yəni bizə neçə cavab deyir? 2 cavab. Yəni how many dediyi üçün biz burada 2 cavab seçirik. 1 və 4. Yesterday olduğuna görə keçmiş sadə zaman olacaq was. Was being heç vaxt olmaz, çünki was ilə being bir yerdə işlənməz. Has ilə being işlənir, amma was ilə being işlənməz. Yesterday olduğuna görə bu were ilə being çıxırıq, elə were published olacaq D variantı. Deməli, burada cavablardan baxa bilərik, ya da ki, uzlaşmaya görə is ilə played uzlaşmır, has ilə played uzlaşmır, will ilə had uzlaşmır, is being, will play, ya da was broken, were playing. Deməli, pəncərənin şüşəsi oğlanlar tərəfindən qırılıb, nə vaxt oğlanlar oynayarkən. Burada ondan əlavə biz vailə görmədik. Vailə görə bir dənə cavab zaten bu çıxır, qalır elə bir. If-dən sonraki boşluqda biz çıxacağımız ikinci tərəfdə want var, digərlərini çıxmırıq. Deməli, if he gets up, deməli, if he doesn't get up is bir də, deməli, 1, 2, 4, 3 də qaydaya görə uyğun gəlir, amma tərcüməyə görə olmur. Deməli, Jeremy dərslərə yubanacaq, gecikəcək, əgər tez durmasa, o dərslərə yubanır, əgər yəni qalxmasa, yenə 1 ilə 2 olur, qalxmasa yubanır və yubanacaq. Ona görə tez qalxsa dərsə yubanacaq, tez qalxsa yubanmayacaq. Ona görə səhvdir, qalır 1, 2. Burada bizim gözümüzə bir since var və bu and-ə baxırıq, daha doğrusu bu since hələ bu, çünki bu and vardısa, burada artıq 2-dən başqa cümlədir və ikisində ayrı göstəricisi var. Burada how long ago var. Ago var, burada isə since when var. Diqqətlə baxırıq. Ago olduğuna görə didləri götürürük, did və since olduğu üçün ikinci tərəfdə have götürürük. Yəni birinci tərəfdə agoya görə did, ikinci tərəfdə since-ə görə have götürürük. Deməli, at that time yesterday dediyinə görə was were ing olur və iki cavab arasında qalırıq və decide uzlaşmadığı üçün D variantı uzlaşır. Sonra 214-də isə at that time yesterday keçmiş davam edici zamandır və heard-dən uzlaşır, yəni D variantı, have-dən uzlaşmır. If your friend in Baku she will. Will varsa demişdik həmişə indiki sadə zaman qoyun, yəni is. Ar olmaz, çünki friend təkdədir. When-dən sonra will-i çıxmışıq və rəng ilə will uzlaşmayıb, rəng ilə pics uzlaşmayıb, rings ilə picked uzlaşmır, qalır Y variantı. Rəng keçmiş, picked keçmiş. If-dən sonra will-ləri çıxırıq, qalır A, B, Y. Freeze indikidə expanded keçmişdir. Froze keçmiş, indiki expands qalır, yəni B variantı. Freezes və expands, yəni B. Sonra while-dən sonra was were gəlməlidir. A və B arasında qalırıq və used keçmiş olduğu üçün was-dan uzlaşır, yəni B variantı. Burada ask keçmiş zaman olduğuna görə keçmişlə yalnız keçmiş uzlaşır. Bir dənə cavabımız var, burada promised.
Burada göstəricimiz olmasa belə smiled, waved var və uzlaşmaya görə keçmişdən keçmiş uzlaşar, qalar C variantı. Would da keçmişdi, amma when-dən sonra gəlməyəcəyi üçün çıxırıq, qalır eləcə. We have to take, have to keçmiş zaman olduğu üçün keçmişləri götürürük. Will-lər gedir, qalır A və Y. Would da keçmişdi, missed da keçmişdi. Biz taksi çağırmalı olduq, çünki biz avtobusa yubandıq. Ya da yubana bilərdik. Daha doğrusu bu we would miss yubana bilərdik, yubanardıq, yubanacaqdıq və yaxud da ki, ona görə daha məntiqli çıxır deyə A variantını götürürük. Deməli, burada nəyə baxırıq? Tidies indiki came keçmişdi və qalır will be tidying still deməli o təmizləyirdi, will still tidying when you come home. Bir də deyək ki, Mary has still tidied the room when you come home, was tidying. Burada sadəcə bir dənə stilə görə biz burada has götürə bilmirik. Stil davam edici zaman göstəricisi, bu da was were ing ilə olan götürürük. Yəni ing-lər olan 1 ilə 4-dür, yəni C variantı. I am cleaning the kitchen. Mən mətbəxi təmizləyirəm. Before you clean, it clean. You arrive, it will be clean. Have-lə has uzlaşmaz, arrive-lə will uzlaşmaz, will-lə is uzlaşar və arrive-lə had-bin uzlaşar. Amma əmizar olduğuna görə arrive, had-lər çıxırıq. Qalır A və D variantı. Deməli, mən mətbəxi təmizləyirəm, sən qayıtmandan əvvəl, qayıtmamışdan əvvəl təmiz olacaq. It will be clean, təmiz olacaq ki, tərcüməyə görə D variantı yox, A variantını götürürük. Sonra burada any matter that I am interested in. Deməli, bu tipli cümlələrdə deməli biz if-i burada bizim bildiyimiz if kimi deyil. Mənə məlumat verdi ki mənasında işlənir və yaxud da mənasında işlənir. Yəni burada əgər mənasında işlənmir. Ona görə də burada if-dən sonra will falan gələ bilər. O zaman biz burada nəyə baxa bilərik? Uzlaşmaya görə baxa bilərik. Has-lə had uzlaşmır deyə çıxırıq. Will-lə will uzlaşmır deyə çıxırıq. Informed-lə has uzlaşmır çıxırıq. He deməli, he-dən sonra hears olmalıdır. Elə qalır A variantı. Nick will inform me if he hears. Yox, burada elə şərt budaq cümləsi kimi də tərcümə etmək olar. Yəni elə if-dən sonra gəlməyənləri çıxsaq, yenə uzlaşmaya görə cavab çıxır. When-dən sonra will gəlməz, çıxırıq. Və came keçmişdi, welcomes indi də onda çıxdıq, qaldı 1 və 4, yəni Y variantı. When-dən sonra ikinci dəfə will-ləri çıxdıq, qalır. Digərlərində isə has-lə back uzlaşmır, ona görə çıxırıq və 1, 3 və 4 arasında qalırıq və 1, 3, 4 götürürük, çünki hamısı uzlaşır. When-dən sonra have-has gəlməz, çıxdıq. Was gəldiyi üçün was-la used to olmaz, qalır B və Y. Deməli, burada used to ifadəsi var. Used to go, yəni edirdim. Mən deyir, uşaq olanda hər qış sürüşməyə gedirdim. Didn't use to go olmur, sadəcə used to olar ya da didn't use to. Burada to-ya əksikdir, to olmadığı üçün elə qalır bir. Sonra burada as soon as-ın sonra biz çıxacağımız şeylər nədir? Will-lər çıxırıq və digər cavablar da have indidir, came keçmişdi, come indidir, had keçmişdi, qalır elə Y variantı. Are going to gələcəkdir, come indidir, uzlaşır. Burada da were-lə get uzlaşmır, got-la are uzlaşmır, get-lə are going to uzlaşır. Digərlərində də baxaq. Deməli, have-lə got uzlaşmaz və burada as soon as sonra will gəlməz deyə qayıdırıq bir daha cavablarımıza. Cavablarımız da deməli olur elə B variantı. Are going to discuss gələcəkdir, get-sə keçmir. İndiki zamanda uzlaşır. Sonra 230-cu sualda if-dən sonra want-lar will-lər çıxmalıdır, qalır A, C və Y variantı. Deməli, if the boss raise indiki zamanda olduğu üçün boss təkdədir və raises olmalıdır, S yoxdur, bunu deyə çıxırıq, qalır Y variantı. Is going to gələcəkdir, does indiki zamanda uzlaşır. Sonra, burada isə will-lər bir-birinə uzlaşmaz, was-lar indi ilə uzlaşmaz, was-lar want-la uzlaşmaz, əmizar indiki zaman got-la uzlaşmaz, qalır A variantı. I am going to gələcəkdir, getsə indiki zamanda uzlaşır. Burada isə deməli açıq sualdır.
Untildən tildən sonra will gəlməz və retire keçmişdi, have indi də olmaz. Will gələcəkdir, retire ilə uzlaşır. Work keçmişdi, deməli retire ilə uzlaşır. 1 ilə 3 uzlaşır bir-birinə. 1 3. Untildən sonra will-i çıxırıq. Sonra have-lə stop uzlaşmır, qalır bir dənə 1 ilə 3. Yəni indi ilə gələcək, gələcək indi və keçmişdən keçmiş uzlaşır. Və sonuncu sualımız as soon as-dən sonra will-ləri, hədləri çıxırıq, will-ləri çıxırıq. Qalır 1, 2 və 5. Çünki deməli becomes stops indiki uzlaşır, became-lə stops uzlaşır, will become-lə stops uzlaşır. Qalır 1, 2, 5. Burada suallarımız bitdi. Gələn həftə deməli perfect zamanlarını işləyəcəyik. İndilik sağ olun, hələlik.